Salam hörmətli YouTube izləyicilərim. Bugün sizlərlə yeni bir mövzunu işləyirik. Bu mövzu 11-ci sinif spirtlər mövzusudur. Spirtlərin xüsusən də alınması və deməli fiziki xassələrini əks etdirir bu mövzu. Səhifə 19 və 20-də tapşırıqlara baxacağıq. Bu videonun birinci hissəsi var. Ona da keçid edib baxa bilərsiniz. Videoya baxdıqdan sonra fikirlərinizi bildirməyi unutmayın. Bunlar videonun yayılması və daha çox insana kömək olması üçün vacib şərtlərdən biridir. Başlayaq videonun belə deyək, mövzusunun izahına. Birinci sualdan baxsaq. Birinci sualımızda qeyd edir ki, hansı reaksiya spirtlərin alınmasını əks etdirmir və 5 bənd verilib bizə burada. Ümumiyyətlə bilirik ki, biz spirtləri alarkən A variantında hidrogenləşmədir. Hidrogenləşməyə misal olaraq mən belə bir reaksiya açacağam sizə. Deməli belə, hidrogenləşmə nədir? Aldehid və ya ketonların hidrogenlə zənginləşdirilməsi reaksiyasıdır bunlar. Aldehid olduqda, aldehid qrupu bilirsiniz ki, baxın bu hissə, biraz ətrafı izah verməyə çalışıram. Aldehid qrupudur. Bu spirtlərdən sonra öyrəndiyi üçün bilməyə bilərsiniz. Hal-hazırda bu aldehid qrupudur. OH hissə burada spirtləri göstərir. Bu aldehid qrupundakı bu hissə reaksiya zamanı karbonun bu iki qat rabitəsi bu şəkildə açılır. Bu şəkildə açılır və oksigenin yanına hidrogen gəlir. Karbon isə özünə bir hidrogen birləşdir və nəticədə gördüyünüz kimi bu hissədə belə bir spirt qruplaşması yaranır. Ketonda isə yenə eyni şəkildə oksigenlə karbon arasında görürsünüz iki qat rabitə var. Hər ikisi qollarını açırlar. Karbonun da qolu açılır bu tərəfdən. Bura bir hidrogen gəlir, bura bir hidrogen gəlir. Nəticədə belə bir spirt qrupu yaranmış olur. Birli spirtdə demişdik nə idi? Əgər hidroksilin birləşdiyi karbon bir karbon radikalı ilə birləşibsə bu birlidir. Əgər iki gördüyünüz kimi karbon radikalı ilə birləşibsə bu ikili spirt idi. Demək hidrogenləşmədən ala bilərik. Baxaq növbətiyə. Deməli, növbəti isə hidratlaşmadır. Hidratlaşma ilə biz spirtləri ala bilirik. Xüsusən də alkenlərdən alırıq biz bunu. Birli, ikili, üçlü spirt şəklində alırıq. Etilendən qeyd edir ki, birli spirt alırıq. Yerdə qalan qruplardan ikili, üçlü spirt. Bunu da qayda şəklində mən sizə göstərsəm. Gördüyünüz kimi burada hidrogen, burada OH bu şəkildə ayrılacaqlar və iki qat rabitəli karbonun qollarına birləşəcəklər. Və istəyə bilərsiniz ki, hardan bilək ki, iki qat rabitəli karbondur. Bunun iki tərəfinə də hansı tərəfinə OH, hansı tərəfinə hidrogen birləşsin. Baxın, xüsusən də qeyri-simmetrik alkenlərdə, qeyri-simmetrik alken nə deməkdir, onu da deyim. Bax, iki qat rabitəli karbonun əgər qollarında fərqli sayda hidrogen varsa, bu qeyri-simmetrik alkendir. Və ya ən sadə şəkildə desəm, xüsusən də kənarda, iki qat rabitəli kənardadırsa, bu %100 qeyri-simmetrikdir və burada Markovnikov qaydası ödənir. Markovnikov qaydası nə deyir? Deyir ki, iki qat rabitəli əlaqəli karbondur. Yəni buna baxırsınız. Burada hidrogen harda çoxdursa, hidrogen ora gedir. Hidrogen harda azdırsa, hidroksil qrupu ora birləşir. Gördüyünüz kimi ona görə də OH bura gəlib, hidrogen bura. Aşağıda da eyni qaydanı tətbiq edirsiniz. Burada da görürsünüz hidrogen gələcək bura, OH gələcək bura, bu şəkildə tətbiq etmiş olursunuz. Simmetriklərdə isə görəcəksiniz ki, məsələn bir dənə simmetrikə mən sizə misal çəkim. Elə yuxarıdakını da göstərə bilərəm və yaxud bunu da göstərə bilərəm. CH3, CH, iki qat rabitə CH. Baxın, bu simmetrikdir. Niyə? Çünki hidrogen hər ikisində eynidir. Hara OH, hara hidrogen qoyduğunuz heç bir önəmi yox deyə burada qayda tətbiq etmirsiniz. Bu da bir test sualı ola bilər deyə vurğulamaq istədim. Keçək növbətiyə. Təkə bunu bağlayaq. Dehidratlaşma. Görürsünüz, hidratlaşma ilə alırsınızsa, məntiqən dehidratlaşma ilə ala bilməzsiniz. Yəni, su çıxmaqla, spirtlərdə bizə, spirt biz ümumiyyətlə sulu bir maddə və spirtdən su çıxsanız, ümumiyyətlə su çıxaraq spirt ala bilmərik. Bu, ümumiyyətlə olacaq testin cavabı C. D-dən Y-yə də qısa bir şəkildə vurğulasaq, deməli, onu da sizə göstərsəm, qıcqırma, hidroliz və qıcqırma nədir? Xüsusən, biz qlikozada görürük biz bunu. Qlikoza və qlikoza qalıqları olan şəkərli maddələrdən alınır. Qlikozadır, qıcqırıb gördüyünüz ki, etil spirti və karbon qazı verir. Ümumiyyətlə qlikozanın 3 növ qıcqırması var. Spirtə qıcqıranda isə biz spirt almış oluruq. Hidroliz və qıcqırma nədir? Hidroliz odur ki, bilirsiniz ki, qlikoza monosaxariddir. Yəni o sadəcə içində qlikoza saxlayır, amma
tək molekulludur. Yəni ancaq ki nişasta və selluloza isə polimolekuldur. Bu nə deməkdir? Polimer də onlar. Yəni içərisində bir nişasta molekulunun içərisində milyonlarla, yüzlərlə, minlərlə qlukoza molekulları olur. Bu polimer bir maddə deməkdir. Bunun biz hidrolizə uğratdıqda, yəni su vasitəsilə parçaladıqda içindən qlukoza molekullarını alırıq və bu hidroliz prosesidir. Glukoza da qıcıqıran zaman spirt və karbon qaz görürsünüz. Burada mərhələ var. Hidroliz və qıcıqırmadan da ala bilərsiniz, glukozla qıcıqırmasından ala bilərsiniz. Yəni testin cavabı bu şəkildə aydınlaşdırmış olduq. Ona görə cavab oldu C variantı. Biraz geniş danışdım. Bir çox sualların cavabını almanız üçün. İkinci suala baxacağım indi. İkinci sualımızda molekulunda 4 karbon atomu olan doymuş aldehiddən alınan spirtin siflərsiz izomeri hansıdır? Baxın, doymuş aldehid dedikdə ümumiyyətlə COH qrupu başa düşürük. İndi mən onun formunu qısa şəkildə yazacağım sizə. Əvvəlcə CN, H2NO. Elə bil ki, alkinin yanına oksigen qoyursunuz. Belə yazı saxlaya bilərsiniz. Bu aldehiddir. Üzərinə hidrogen gəlirsiniz və hidrogen nə edir? 2 vahid artmış olur. CnH2+2 olur. Bu da oldu spirt. Bu şəkildə qısa da yaza bilərsiniz. İndi yerinə qoysanız C4 H deməli 8O üstünə hidrogen gəldi, aldıq. Butanol spirtini C4 H10O 2 vahid hidrogen artdı. Bu hidrogenləşmə reaksiyasıdır. Açıq şəkildə də sizə göstərə bilərəm. İstəyirəm ki, tam ətraflı hər şeyi mənimsəyəsiniz. Ona görə baxın, bu aldehid qrupudur. COH gördüyünüz kimi. CHO da deyə bilər, fərq yoxdur. Üstünə hidrogen gəldirik. Burada da bu axır hissə hidrogenləşmiş oldu. Qoy bu hissəni qırmızı ilə mən sizə göstərim ki, biləsiniz ki, hansı hissi CH2OH. Baxın, aldıq butanol spirtini. Yəni C4H10O-nu. İndi bizə deyir ki, bunun siniflərarası izomeri hansıdır? Siniflərarası izomeri hansıdır? İndi bu hissəni mən burada silirəm. Yuxarını sildim. İzomeri hansıdır? Aha. Deməli, bu dedik ki, biz C4H10O spirtidir. İzomer dedik, siniflərarası deyiriksə, ümumiyyətlə karbon, hidrogen, oksigen sayı tam-tamına eyni olan bir maddə götürməlisiniz və bunlarla izomer olan sadə efirlərdir. Sadə efirlərdir. Sadə efirlərdə bilirsiniz ki, sadə efirini göstərsəm bu maddənin. Baxın, ya bu şəkildə sadə efirini göstərə bilərik. Sadə efir bu şəkildə 2 radikal, karbon radikalı oksigenlə birləşmiş olur. Müxtəlif versiyalarda mən sizə bunu yazacağım, hansılar ola bilər deyə. ZH3 aşağılığında silsəm qarışmasın fikrimiz. Bir də bunun izopropil versiyasını yaza bilərəm. Yəni bu spirtin 3 siniflərarası izomerini biz çıxarda bilirik burada. CH3O, bunu da izopropil şəklində yazsam. Aha. Baxın, həm sadə efir adlarında belə adlanırsa, radikal, sonra deməli, sadə efir sözü. Burada gördüyünüz ki, bu etil, yuxarıdakı söhbət gedir. Dietil sadə efiri var. Metil propil sadə efiri. Bir də var, deməli, metil izopropil sadə efiri. Bu şəkildə adlandırsaq. İzomerini soruşmuşdu bizdən. A variantı, baxın, spirtin özü də olmaz. Siniflərarası dediyi üçün olmaz. B'də karbon hidrogen sayı eyni deyil deyə olmaz. C olacaq cavabımız. D-də aldehiddə olmaz. Belə, keçsək növbəti 3-cü suala. 3-cü sual budur, bu arada başlığı düşməyib. Üçlü amil spirtidir. Amil deyəndə biz nə başa düşəcəyik? Amil deyəndə pentil, yəni 5 karbon atomlu spirtdən söhbət gedir. Pentil, pentanol bu anlamlara gəlir. Yəni, üçlü pentanol spirti də deyilə bilərdi. Biraz adı fərqli deyə başa düşməyə bilərsiniz. İndi üçlü biz bu spirti yazaq. Üçlü dediyi üçün nə olacaq? Deməli, OH-ın birləşdiyi bu karbon 3 deməli, karbonla birləşmiş olacaq. 3 karbon radikalı birləşmiş. Biri CH3, CH3. Burada belə bir radikal qoymaq məcburiyyətində. Çünki 5 karbonu olmalıdır bu spirtin. Baxın, bu spirtdir. Gördüyünüz kimi bu karbon burada üçlüdür. İndi bu spirtin alındığı alkenidir. Yine eyni şəkildə strukturumuzu yazıram. Baxın, burada hidroksi qrupunu mən çıxartsam, bura belə bir 2 xətt düşmüş olacaq. Və buradan da bir dənə hidrogeni çıxartmış olacağım. Bu şəkildə
alkeni alırsınız. Yəni əslində bu alkeni biz neynəmişik? Üstünə su gəlmişik, yuxarıda spirti almışıq əslində. İndi bu aşağıda alkeni istəyirdi bizdən. Strukturu eyni yazın. Sadəcə baxın sağına soluna və hər iki rabitə qoya bilərik. Amma OH-ın birləşdiyi karbon ya bu tərəfinə, ya bu tərəfinə qoya bilərsiniz. Bu da fərqi olmadığı üçün mən bura qoydum. Və burada bizdən soruşur ki, bu alkende birli və ikili karbon atomlarının sayını tapın. Birli karbon nə idi? Hansı ki bir karbonla birləşir, o birlidir. Yəni bu, bir də bu birlidir. Deməli, bu isə ikilidir. Niyə? Çünki iki radikalla birləşib. Bu ikilidir, bu üçü birlidir. Bu isə bilirik ki, onsuz da üçlüdür. Aha, indi soruşur ki, birlərin sayı oldu 3, ikililərin sayı oldu 1. Keçək növbəti suala. 4-cü sualda soruşur. Deməli, hər bir sıraya uyğun olmayan ifadə müəyyədə seçimizə əsaslanır. Deməli, spirtlər mövzusundayıq deyə. Baxın, metanol, metil spirti, oduncaq spirti. Bunlar üçü də eyni anlama gəlir. Yəni, bunlar hamısı metil spirti deməkdir. Alkoqollu içki isə bunun tərkibində etil spirti olur. Ümumiyyətlə, metil spirti zəhərlidir və ondan içki kimi istifadə olunmur. Zəhərlidir. İçkilərin tərkibindəki spirt etil spirti olur xüsusən. Ona görə burada uyğun gəlməyən alkoqollu içkidir. İkincidə var nişasta, zülal, selloza, bir də var etilen. Burada spirtlər mövzusu olduğu üçün belə düşünürük ki, nişastadan bayaq gördüyünüz gibi spirt aldıq veya sellozadan biz spirt aldıq. Etilendən spirt alınmır, zülaldan spirt alınmır deyə burada uyğun gəlməyən zülaldır. Üçüncüdə bizə verilib hidroliz, qıcqırma, hidratlaşma deyildir. Bayaq gördüyünüz kimi biz həm hidrolizdən, daha sonra həm deməli qıcqırmadan, həm hidratlaşmadan biz neynədik? Spirt aldıq. Ancaq ki dehidratlaşmadan almadıq. Ona görə burada dehidratlaşmada sırf spirt mövzusu deyə bu şəkildə yanaşırıq. 5-ci sualı izah edirəm. Bizə metanol və etanol alınma reaksiyaları verilir və bunlar haqqında fikirlər biz seçməliyik. Yəni katalitikdirmi, birləşmədirmi falan filan. Burada deməli bu reaksiya gördüyünüz kimi reaksiyanın başında yazılıb T, P, kat nə deməkdir? Yəni T temperatur, P təzyiq, kat katalizator iştirakını getdiyini söyləyir. Və reaksiya gördüyünüz gibi sonunda bir maddə alınıb, bir neçə maddə. Bu birləşmədir. Yəni həm katalitikdir, həm birləşmədir. Oksijen reduksiyadırmı? Bəli. Çünki karbon burada baxın. Müsbət 2, oksigen mənfi 2, hidrogen 0. Ümumiyyətlə bəsit maddə varsa reaksiyada o %100 oksijen reduksiya olur. Bu arada bunu deyim. Sonra karbon burada baxın bu OH-ın birləşdiyi bu karbon həmişə məsələn yanında 3 hidrogen varsa OH-ın birləşdiyi karbondan söhbət gedir. Yanında 3 hidrogen varsa normalda mənfi 3 olmalıydı. Birini oksigeni verdiyi üçün məsələn mənfi 2 olur. Yəni bu şəkildə OH qrupu, yəni hidroksi qrupuna birləşən karbon həmişə yanındakı hidrogendən bir vahid az mənfi şəkildə oksidaşma dərəcəsi göstərəcək. Burada baxın karbon müsbətdən mənfiyə gedib elektron alıb oksidləşdiricidir. Oksigen eyni qalıb, hidrogen isə burada sıfırdan hər ikisində müsbət 1, müsbət 1 göstərir. Yəni o isə elektronunu itiribdir. Ona qədər reduksiya edicidir burada. Bu oksidaşma reduksiyadır. Bəli, burada onu da aid edirəm bura. Qeyri-katalitik, xeyr, katalitik 2, 3, 4. Növbəti isə deyir ki, etanolun etilenden alınması. Bunu da əyani şəkildə göstərsək, bu reaksiya görürsünüz ki, burada TP və katalizator var. Yəni normalda temperatur, təzyiq və orta fosfat turşusu iştirakında gedir. Birləşmə reaksiyasıdır. Bu da bəli. Ona görə burada da yuxarıdakılara eyni şəkildə yazmışdıq. Deməli 2, 3. Mən bağladığım üçün bayaq pəncərəsində 2, 3, 4 aid etmişdi yuxarı. Etanol etilenen alınması da dedik katalitikdir və hidratlaşmadır eyni zamanda. Üstünə su gələrək hidratlaşma sayılır. Katalitik sayılır. Birləşmədir. Və oksidaşma reduksiyadırmı bu da? Bəli, oksidaşma reduksiyadır. Normalda ilk baxışda elə bilik deyil. Amma baxın, açıq şəkildə göstərsəmsə, karbon mənfi 2 və burada karbon mənfi 3. Ümumiyyətlə, karbonla birləşən karbon, əgər karbon, yəni sadəcə karbonla birləşibsə, yanında hidrogen qədər mənfi şəkildə oksidaşma dərəcəsi göstərir. Amma karbon, məsələn, burada başqa oksigenlə birləşir burada.
Bunun oksidaşma dərəcəsi bayaq qeyd etdiyim kimi yanında hidrogenin bir vahid az olur, -1. Burada gördüyünüz kimi bu karbon -2-dən -1-ə gedib 1 elektron alıb. Bu karbon isə -2-dən -1-ə gələrək 1 elektron itir. Yəni bu da oksidaşma reduksiya reaksiyası sayılır. Buna görə burada 1, 2, 3, 4 şəklində qoyuruq. Keçir növbəti 6-ya. 6-cı sualda deyir ki, propanol 1 və butanol 1-ə aid olan sxemi müvafiq xanasında qeyd edin. Deməli, propanol 1, butanol 1. Bunları mən sizin üçün qeyd etsəm kənarda. Propanol 1-i bizi göstərsə, propanol 1 bu maddəmizdir. Butanol 1 isə bu maddəmizdir. Bunu da yazın bu şəkildə. Sadəcə bir CH2 qrupu qədər bir-birindən fərqlənirlər. Quruluş izomerli iki səbəbdən yaranır. Baxın, iki səbəbdən yaranır. Başlayır spirtlərdə butanoldan diğersizliyə. Baxın, yuxarıda spirt propanol 1-dir. İzomerlik ümumiyyətlə propanol 1-dən başlayır, amma iki səbəb söhbəti isə butanol 1-ə aid olacaq. Səbəb odur ki, baxın, propanol 1-də sadəcə hidroksi qrupunu ya 1-ə qoya bilərsiniz, ya 2-yə qoya bilərsiniz. Yəni propanol 1 olar, ya propanol 2 olar. Bu şəkildə, yəni hidroksi qrupunu hara birləşməsinə görə yaranır izomerlik. Amma quruluş, yəni sırf karbon zənciri fərqli-fərqli yazsanız belə, bunlarda yenə belə deyək də izomerlik alınmır. Çünki eyni maddə kimi oxunur. Biraz səsimə görə üzrlü sayın. Bu arada biraz xəstələnmişəm deyə səsim düzgün çıxmaya bilər bəzi sözlər. Buna görə də üzr istəyirəm. Deməli, burada ona görə bu fikir aiddir butanol 1-in özünə. Homoloqu etenin hidratlaşmasından əmələ gəlir. Bu isə hər ikisinə aiddir. Homoloqlar ümumiyyətlə eyni sinifə daxil olan bütün maddələr bir-birinə homoloqdur. Homoloq sözü siz qohum kimi başa düşə bilərsiniz. Yəni spirtlər ailəsi. Başlayır, harda başlayırıq? Metanol, etanol, bunlar hamısı ta ki axıra qədər bir-birinin qohumlarıdır. Homoloq bu mənaya gəlir, bir-birinə bir neçə CH2 qrupu qədər fərqlənən maddələrdir. Ona görə də homoloq deyəndə hər ikisi aid edir. Eten hidratlaşmasından əmələ gəlir. Eten nə idi? Eten yeni etilendir. Etilen hidratlaşdıranda bəli, etil spirt əmələ gəlir. Bu da hər ikisi homoloq olduğuna görə bu ortaq fikirdir. C-yə baxsam, C-də də fikir hər ikisinə aid olacaq. Niyə? İzomerlər deyir müvafiq aldehidin və ya keton hidrogenləşməsinə əmələ. Bu düzdür. Zaten spirtlər aldehid və keton hidrogenləşməsinə alınır və bunların ikili variantları məsələn ketonla alınacaq. Yəni birli spirtlər, butanol 1, propanol 1-lər bunlar aldehiddən alınır. İkili spirtlər isə ketonla alınacaq. Bu fikir də hər ikisinə ortaqdır. Molekulda elementlərin kütlə nisbəti 9/4/2. Burada bu arada baxın ki, oksigen, hidrogen hansını deyir. Bəzən fikirləşə bilərsiniz ki, karbon, hidrogen, oksigen səhvdir. Məsələn, yığaq bir yerə formulları. C3, H, deməli nə olacaq bu maddə? C3, H8, O demişdik oksigenin yanında, daha doğrusu alkanın, yəni uyğun alkanın yanında bir oksigen kimi də formulları bunların. O birisi də C4H10, O. Deməli, kütlə nisbətlərini yazsaq, birinci mən burada karbon, oksigen dediyi üçün karbon kütləsi 12-dir, vur 3-ə, edir 36. Oksigeni yazacağım daha sonra, çünki orada o şəkildə olduğu üçün 16, o da 8. O birisini yazsaq 48, 12 vur 4, 48. O birisi 16, o birisi də 10. Burada məsələn ixtisarlarımı aparsam, birincidə nə olacaq? Hamısı nəyə ixtisar gedir? 4-ə ixtisar gedəndə 9/4/2. Bəli, elə bu cavab olacaq. O birisi də olur. O birisində də ixtisar nə yaparsam yaxşı olar. Ona görə baxsam, sadəcə 2 yapara bilərəm də bunlardan. 2 yaparsam 24, 8, bir də 5 bu şəkildə olur. Ona görə buna uyğun gələn variant olacaq. Bu yəni propanol 1-ə aid olacaq. Bu D-ni buraya yazıram. Hidratlaşma, hidrogenləşmə, hidroz reaksiyası üzrə alına bilər. Bunu da yuxarıda qeyd etdik ki, bu spirtlər hamısı bu yolla biz ala bilərik. Hidrozdə məsələn, müvafiq olaraq mürəkkəb efirlər hidrozdə də alırıq deyə bunu fikirdə hər üçünü aid edə bilərəm. Hər ikisini aid edə bilərəm. Ona görə də bu da ortaq fikir olacaq. 7-ci sualımızda birinci, deməli, dəm qazı və hidrogen reaksiyasıdır. Buradan biz bilirik ki, metanol alınır. Yəni CH3OH. İkinci reaksiyada glukozlar qıcqırmasına bayaq qeyd etdik ki, alınır deməli etil spirti və karbon qazı. Təbii ki, burada spirtdə qıcqırmadan söhbət gedir. Daha sonra üçüncü reaksiyada da nə deyəcək? Kalium xloru götürəcək. Buraya isə hidroksi qrupu birləşəcək. Bu şəkildə mübadilə baş verir.
Deməli, növbəti 4-cü sualımızda da 4-cü sualımızda deməli etilenlər etil spirtinin alınma reaksiyasıdır. Burada təbii ki etil spirtimizi almış oluruq. Deməli 8-ci sual qaldı. 8-ə də baxsaq. 8-ci sualda 1 xlor 3 metil butanın qələmi mühitdə hidroliz reaksiyasının təlliyini tərtib edin və alınan maddəni adlandırın deyir beynəlxalq nomenklatura ilə. Yazaq maddəni butan dediyi üçün əvvəlcə 4 karbon bu şəkildə zəncirini yazıram. 1-ə xlor qoyuram, 3-ə metil qrupunu qoyuram. Sonra hidrogenlərini bu şəkildə yerləşdirirəm. Aha. Deməli, burada deyir, qələmi mühitdə hidroliz etsək, alınan maddəni yazın. Qələmi mühitdə dediyi üçün mən məsələn kalium hidroksid götürürəm, natrium hidroksid də götürə bilərsiniz, fərqi yoxdur. Burada nə dedik? Deməli, kalium, xlor gələcək burada, başqa rənglə göstərim. Deməli, xlor gələcək kaliumla birləşəcək. Kalium yəni gəlib burada xloru götürəcək. Hidroksid qrupu isə onun yerinə gələcək, yəni bura. İndi bunu göstərsək, yazsaq, nə olacaq? CH2, OH. Hər şey olduğu kimi qalır. Sadəcə mübadilə etdik və yerlərini dəyişdik. Və kalium xlorid. İndi adlandırmamızı bizdən istəyir. Adlandırma da spirtlərdə necə idi beynəlxalq nomenklaturada? Hidroksid qrupunun daxil olduğu ən uzun zəncir seçilir. Burada ən uzun zəncir budur təbii ki. Bu şəkildədir. Və deyirik ki, və hidroksid qrupunun yaxın olduğu tərəfdən nömrələmemizi aparırıq. Ən yaxın tərəfdə, yəni buradan başlasam, uzağa düşür. Ona görə ən yaxın tərəf elə buradır, buradan başlayır. 1, 2, 3, 4 elə düz şəkildə nömrələdim. Burada olsa necə geçsəniz eyni maddə alınacaq. Və nömrələrdən sonra radikal budur. Əvvəlcə burada deməli nömrələdik. Birinci deməli radikalın yeri, radikal hara birləşib 3-ə, deyirik 3 metil. Sonra 4 yəni karbon əsas zəncirdə olduğu üçün deyirik butanol. Və hidroksid yeri də sonunda bildirirsiniz 1. 3 metil butanol 1. Bu şəkildə adlandırmanızı aparırsınız. Hələ ki bu səhifə bura qədər idi. Burada bitir. İnşallah gələn videoda növbəti səhifəni izah etməyə çalışacağım. Əgər bu videolar sizin üçün maraqlıdırsa, mütləq rəng yerdə yazın, fikirlərinizi bildirin. Bəzən gözdən qaça bilir bəzi məqamlar, onları da yaza bilərsiniz və yaxud başqa bölmələri çəkməyimi istəyirsə, o haqda da yaza bilərsiniz. Amma mütləq fikrinizi bildirməyi unutmayın. Bunlar videonun belə deyək də başqa insanların da qarşısına çıxması üçün önəmlidir. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.